Lənkəranın 8500 nəfər əhalinin istifadə etdiyi Girdəni Havzaya kənd yolu 40 ildir ki, əsaslı təmirini gözləyir. Sakinlər ümidlə yolun nə vaxt yenidən qurulacağını gözləsələr də, vəziyyət günbəgün ağırlaşır. Bəs rəsmilər bu haqda nə deyir? Mövzunu əməkdaşımız Pərvanə Nəhmət qızı araşdırıb, gəlin izləyək. Bir dəfə təmir olunub bu yollar, asfalt olunub. O da ki 89-cu, 88-89-cu illərdə. Yollar bərbad haldadır. İndi hər kəs maşınlar da keçəndə görür. Bir xəstə olanda skoraya zəng gəlirsən, skora 1 saat yarıma gəlir. Onda da xəstə vəziyyəti çətin olur. Hələ indi bir balaca quraqlıqdır, görmürsünüz. İndi yağış yağanda qışda başı palçıqdan yerimə olmur. İsti su məktəbinə kimi 2-3 dəfə təmir olunub. Amma İsti su məktəbindən bu üzə heç bir dəfə də təmir olunmuyor. Bura uzun illərdir əsaslı təmirini gözləyən Girdəni Havzava kənd yoludur. Sakinlərin sözlərinə görə təxminən 20 il əvvəl yolun yalnız İsti su qəsəbə məktəbinə qədər hissəsi təmir edilib. Qalan 2-3 kilometrlik hissə isə baxımsız qalıb. Asfalt örtüyü tamamilə dağıldığına görə yayda toz, payız, qış aylarında isə palçıq səbəbindən hərəkət etmək çətinləşir. Bu şagirdlərin məktəbə gediş-gəlişinə də problemlər yaradır. Məktəbə gediş-gəlişimiz çətindir. Palçıq olur, ayaqqabılarımız palçıq olur, paltarlarımız palçıq olur. Ona görə istəyirəm ki, yollarımız asfalt olsun. İmkanlı adamlar Rusiyadan pul göndəriblər, belə müəyyən xırışlar da töküblər. Ancaq hala ki, plana düşməyib, neçə müraciət eləmişik, dəqiq bizə məlumat vermirlər. İnsan da tələsir, şəhərə gedəndə bir taksi ilə zaten gəlmək istəyirsən, 3 qat qiymətinə gəlir. Beləncə, misal ucuz ola bilər. Ya gəlmirlər, ya da ki, baha gəlir. Əhali adından, mən də bir ağsaqqallardan biriyəm. Xahiş edirəm ki, bizim fikirlərimizi çatdırasınız lazımi ünvanlara ki, gəlsinlər yolumuzu çəksinlər. Əhalisi 2800 nəfər olan Havzava kəndinə gediş-gəliş ictimai nəqliyyatla həyata keçirilir. Sürücülər deyir ki, yollardakı çalalar və dağılmış hissələr onları da çətin vəziyyətə salır. Mənzil başına sərnişinləri düzəmələ çatdırmaq olmur. Yollar düzəlsə çox gözəl olardı. Biz də rahat işləyərdik. Yəni, hissələr sıradan çıxır deyə, yəni bizdə gecikmələr olur yolda, yubanmalar olur. Təmir olunsun da, asfalt olsa, yəni biz də bu əziyyət çəkməliyik. Maşın da sınmaz, yolda qalmalı. 20 il olar, yəni bu asfalt çəkilib. İndi də bizim yollar belə bərbad vəziyyətdədir. Yağış olur, əziyyət çəkir. Bizim maşınlar da tez-tez sıradan çıxır, ustaya aparırıq. Bir var ki, 2-3 aydan bir aparasan, biz ayda məsələn bir dəfə aparırıq. Artıq yolun vaxtı ilə təmir olunan hissəsi də istismar müddətini başa vurub. Xüsusilə yolun 2-ci kilometrliyində Girdəni çayın üzərində bir neçə hissədə torpaq sürüşməsi də qeydə alınıb. Bu isə yolun daralmasına və təhlükəli vəziyyətin yaranmasına gətirib çıxarıb. Bu yollar neçə illərdir əsaslı təmir olunmur. Cari təmir olunur, gətirirlər ara biraz qırdan zaddan tökürlər bu çolalara. Çolaları doldururlar, yağış dayan kimi 5-6 ay getmir. Xaraba günə düşür. Onun nəticəsidir ki, maşınlar, yük maşınları yolun kənarı ilə məcburdur getsinlər. Gedəndən sonra da o titriyir, vibrasiya verir, palçıq tökülür çayın içinə. Yol nəticədə daralır, xarab olur. Bu nə qədər neçə dəfə maşınlar düşüb, qaza olub, xəta olub, avarini vəziyyət yaranıb. Yol İstismarı İdarəsindən bildirilib ki, Lənkəran rayonu üzrə 40 kilometr yolun yenidən qurulması investisiya proqramına daxil edilib. Havzava İsti su Girdəni yolu da həmin layihəyə daxildir. Onların amma bütün layihə simmetriya sənədləri demək olar ki, tərtib olunmuşdur, hazırdır. 40 metr uzunluğunda sürüşmə zonasını o vəsait ayrıldığına görə aradan qaldırdıq. İkinci hissə isə hardasa bir 10 metr ola. Yolun daralmasını göstərən nişanı quraşdırmışıq. Qoruyucu çəpər çəkmişik orada lent vasitəsilə ki, nəqliyyat vasitələri uzaqdan onu görüb öz təhlükəsizliyini qoruya bilsinlər. Amma qaldı orada əsaslı işin görülməsi. Ya dövlət investisiya proqramı işə düşməlidir, bu layihə işə düşməlidir, ya da ki, bunun ayrıca o sürüşmənin aradan qaldırılması üçün vəsait ayrılmalıdır. Qeyd edək ki, uzunluğu 8,5 kilometr olan Girdəni Havzava kənd yolundan ümumilikdə 9000 nəfər əhali istifadə edir.